Bizim yanımıza Türkiyədən məşq eləməyə canavar gəlib. Adın nədir? Bahadır. Neçə yaşın var? 23. 23. Əla. Bahadır, boksu öyrənməkdə məqsədin nədir? Özümü biraz geliştirmek istedim, ona göre öğrenmek istedim boksu. Sən Azərbaycanca yaxşı danışırsan. Neçə müddətdir yaşayırsan? 5 yıl olar. 5 ildə artıq Azərbaycan yaşayırsan. Mən nə yaxşı danışırsan, xəbərin var? Bilmem. Bilmirsən. Sən harasan? Afqanistan. Afqanistan. Adın nədir? Mehdi. Neçə yaşın var? 18. 18. Sən boksu öyrənməkdə məqsədin? Boksu öyrənməyim əlbəttə ki, özünü qorumaq, çölə yansıtmamaq amma bunu və inşallah əgər alınsa yarışlara çıxmaq əlbəttə ki, məqsədim budur. İnşallah, təbii ki də üstündə çalışsan niyə də olmasın. Sən neçə müddətdir Azərbaycanda yaşayırsan? Mən elə burada da olmuşam, burada böyümüşəm. Məndən yaxşı danışır bir də. Sənin adın nədir? Mən Sərdaram, İranlıyam. İranlısan? Bəli, İran. İranın harasından? Urmiyadan gəlmişəm. Urmiyadan. Urmiya şəhərdir yoxsa? Şəhərdir, paytaxtdır. Bəs nətər olur sən də Azərbaycanca yaxşı danışırsan? Biz ana dilimiz Azərbaycan. Hə, ana dilimiz də Azərbaycandır da, maşallah. Sən neçə müddət yaşayırsan? Mən 4 ildir buradayam, Bakıda. 4 ildir burdasan. Universitet oxuyursan yoxsa? Hə, Tibb Universitetində oxuram. Hə, Tibb Universiteti. Yaş neçədir? Mən 23 yaşım var, 2002 sən. Boks öyrənməkdə məqsəd. Ha, testosteron dağı olacağam inşallah. Qəşəng. Sən harasan? Azərbaycan. Hə, bu özümüzkidir. Adın nədir? Seyid ağa. Ala bunun adı məndən adaşdır. Harasan? Masallı. Ala bu yerimdir ki, nəysə, davaya öpürəm səni.